Everestin qoynunda yerləşən Nepal sanki zamanın unudulmuş bir küncüdür. Həm Hindistan, həm də Tibet mədəniyyətinin izlərini daşıyan bu ölkə təzadlarla doludur. Bir yanda ucalara qalxan dağlar, o biri yanda səfalət içində çırpınan insanlar. Bu videoda sizə Nepalın həm mistik şəhər həyatını, həm də dağların ətəyində çətinliklərlə dolu kənd həyatını göstərəcəyik. Hazırsınızsa dünyanın ən sərt coğrafiyalarından birinə, Nepalın ürəyinə səyahətə başlayırıq. Nepal, dünyanın ən yüksək nöqtəsi olan 8849 metr hündürlüyə malik Everest zirvəsinin yerləşdiyi ölkədir. Hindistan və Tibet coğrafiyasının mədəniyyətindən izlər daşıyan Himalay dağlarının diyarıdır bura. Əhalinin 1/3 yoxsulluq həddinin altında günü qurtarmağa çalışaraq yaşayır. Bu səbəbdən Nepalda dolanışıq problemi ilə mübarizə aparan bir cəmiyyət quruluşu var. Ölkənin ümumi ərazisi 147.181 kvadrat kilometrdir və bu ərazidə təxminən 30 milyon insan yaşayır. Torpaq baxımından onları təxminən Bangladeshlə eyni ölçüdə bir ölkə kimi qiymətləndirmək olar. Burada 166 milyon insan yaşayır. Bu mənada Nepalda insan sıxlığının daha az olduğunu və oksigen baxımından daha rahat bir ölkə olduğunu demək mümkündür. Nepalın paytaxtı isə ölkənin ürəyinin döyündüyü yer olan Katmandu şəhəridir. Şəhərin 1 milyondan çox əhalisi var və Nepalı müasir dünyaya bağlayan ən mühüm mərkəz bura sayılır. Ölkəyə xəritədən baxdıqda Hindistanın dərhal şimalında, Çinin Tibet Muxtar bölgəsinin isə tam cənubunda yerləşdiyini və dolayısıyla iki ölkə arasında sıxışıb qaldığını görə bilərsiniz. Elə buna görə də Nepalı hər iki xalqdan ayıran özünə məxsus bir xüsusiyyəti, demək olar ki, yoxdur. Dindən tutmuş mədəni xüsusiyyətlərə, hətta istifadə etdikləri dilə qədər bir çox ünsür Hindistan və Tibet mədəniyyətindən qarışaraq Nepal deyilən ölkəni meydana gətirib. Məsələn, danışdıqları dil Hindu və Tibet dillərinin təsiri ilə formalaşmış Nepal dilidir və ölkənin rəsmi dili kimi qəbul olunur. Ölkə əhalisinin yarısı bu dildə danışsa da, digər yarısı özünə məxsus yerli dillərdə danışır. İnanc baxımından isə Nepal əhalisinin 80%-dən çoxu Hindu dininə inanır. Ölkənin qoruyucu tanrısı Shivadır və Nepalın şəhərlərindən tutmuş dağlarına qədər bir çox bölgədə Shivaya həsr olunmuş məbədlər mövcuddur. Bugün Nepal müasir dünyada qopmamağa çalışsa da, əhalisinin böyük əksəriyyəti kənd yerlərində ibtidai həyat sürürlər. Onlara xas yaşayış sahələri var. Palçıqla və heyvan peyni ilə harç düzəldib, bambuk ağacları ilə möhkəmləndirərək tikdikləri daxmalarda yaşayırlar. Amma bunu edərkən meşələrə və yaşıllıqlara ciddi ziyan vurmurlar. Əslində bunu zövq üçün etmirlər. Müasir həyatın surətinə ayaq uydura bilməyən Nepal xalqı kəndlərə köçərək özlərinə yetmək istəyirlər və bu zaman təbiətin verdiyi imkanlardan yararlanırlar. Çünki xalq dərin bir yoxsulluq içində yaşayır. Bu videoda isə biz Nepalın şəhər həyatını kəndlərdəki çətin yaşamla birləşdirəcəyik. Dolayısıyla kənd yerlərində palçıq və heyvan nəcisləri içində yaşayan Nepal xalqının fərdi həyatlarına nəzər salacağıq. Şübhəsiz ki, çox çətin və bir o qədər də ibtidai bir həyat tərzləri var. Əminəm ki, videonu tam izlədikdən sonra yaşadığınız həyat üçün şükr edəcəksiniz. Nepalın dağları bir-birindən o qədər fərqlidir ki, bəzi yerləri qarla örtülmüş və çılpaq torpaqlardan ibarətdirsə, başqa bölgələrdə isə bataqlıqla örtülmüş yaşıllıq təbiət üstünlük təşkil edir. Məsələn, bölgədəki uşaqların ən böyük əyləncəsi hündür dağ zirvələrinə çıxıb gün batımını izləmək ola bilir. Ənənələrinə o qədər bağlı bir cəmiyyətdir ki, burada həyat olmaz dediyiniz ucqar bir nöqtədə qəfil dini məbədə rast gələ bilərsiniz. İnsanlar çayların üzərindən keçmək üçün dəmir zəncirlərdən körpülər düzəldiblər, amma adətən körpüləri olmur və çaylardan keçmək üçün taxta çomaqlardan yapışaraq o biri tərəfə keçirlər. Çünki dağlar arasında bu dar bölgələrdə axın çox güclüdür və bu Nepal xalqı üçün həm də heyvanlar üçün həyati risk yaradır. Heyvanlar dağ həyatını seçmiş demək olar ki, hər toplumda olduğu kimi Nepal xalqı üçün də böyük əhəmiyyət daşıyır. İnsanlar dağların rütubətli bölgələrində keçi saxlayır və onların verdiyi məhsullardan istifadə edirlər. Həmçinin bu nəmli torpaqlarda düyüdən bol bir şey yoxdur. İnsanlar doyurucu və enerji verici olduğuna görə tez-tez düyü yeyirlər. Əlbəttə, yemək zamanı çəngəl və ya qaşıq mədəniyyəti yoxdur. İnsanlar yeməkləri bir qaba qoyurlar və əlləri ilə yeyirlər. Bu plov üçün də keçərlidir. Əgər toyuq yemək istəsələr, onu ayağından tutub odun qarşısında yuyurlar. Sonradan isə bu prosesi həyata keçirirlər. Orada yaşayan insanların üzlərinə baxdıqda isə yoxsulluğun və çarəsizliyin gətirdiyi yorğunluğu bədənlərində daşıdıqlarına şahid olursunuz.
Onların çoxu müasir həyata heç qarışmayıb və ömürləri boyu meşələr içindəki sadə çadırlarda yaşam sürüblər. Yəqin ki, şəhərin səs-küyünü və dinamik həyatını sevmirlər. Üstəlik, Nepalda böyük bir işsizlik problemi var və bu insanlar şəhərlərdə yaşamağın çətinliyini yaxşı bilirlər. Həqiqətən də Nepalın şəhərlərindəki həyat çox parlaq deyil, yaşam xərcləri yüksək, gəlirlər isə azdır. Nəticə olaraq Nepal xalqı dünyanın ən çətin həyatlarından birini yaşayır. Həm sərt bir coğrafiyada, həm də soyuqluğun mərkəzində dünyaya göz açıblar və faktdır ki, yoxsulluğun zirvəyə çatdığı bir yerdə insan həyatı da şübhəsiz ki, ucuz və dəyərsiz olur. Nepal şəhərlərində bir çox uşaq müxtəlif istismarlara məruz qalır. Onların bəziləri ailələrinin xəbəri olmadan Hindistana qaçırılır, bəziləri isə valideynləri tərəfindən pul müqabilində Hindistana aparılır. Qız uşaqları müxtəlif vədlərlə aldadılır və beyinləri yuyulur. Məsələn, onlar Hindistanda çox pul qazanacaqları, qısa zamanda varlanacaqları deyilir. Nepal polisi sərhəd məntəqələrində qaçaqmalçılığın qarşısını almağa çalışsa da, dövlət insan alverinə tam mane ola bilmir. Çünki bəzi polis əməkdaşları da qaçaqmalçılardan rüşvət alır və bu cinayətlərə göz yumurlar. Gündə cəmi 5 dollara işləyən birinin cibinə 100 dollar qoyanda iş etikasına dair bütün qaydalar alt-üst olur. Nepal şəhərlərinin ən gözəl tərəfi isə mistik bir atmosferə sahib olmalarıdır. Burada müasir binalar demək olar ki, yoxdur və alış-veriş mərkəzi, mədəniyyəti də inkişaf etməyib. Demək olar ki, hər küçədə küçə satıcılarına və kiçik dükan sahiblərinə rast gəlmək olar. Rəngbərəng dükanlar və binalar şəhər boyunca sıralanır. Şəhər yollarında isə işıqfor sistemi yoxdur. Tıxaclar Banqladeşdə olduğu kimi polis əməkdaşları tərəfindən tənzimlənir. Binalar əsasən köhnədir və çox zaman binaların arasında dolaşan kabelləri görmək olur. Nepal şəhərində gəzərkən çox zaman özünüzü Hindistanda hiss edə bilərsiniz, amma Hindistana nisbətən fərqi odur ki, Nepal şəhərləri daha az xaotikdir və buna görə də daha sakitdir. Küçələrlə bağlı başqa diqqət çəkən məqam isə yolların çox dar olmasıdır. Bu səbəbdən insanlar bir-birinə çox yaxın şəkildə gəzirlər. Dar yollar üzündən Nepallılar avtomobildən çox motosikletlərdən istifadə edirlər. Bu səbəbdən yollarda motosikletlərin saysız-hesabsız gəzdiyini görə bilərsiniz. Nepalda standart bir otelin günlük qiyməti isə təxminən 30 dollar civarındadır. Digər tərəfdən bu coğrafiya həm güclü musson yağışlarına, həm də Tibetdən gələn fırtınalara açıqdır. Eyni vaxtda həm fırtına, həm yağış, hətta qar yağışı ilə qarşılaşa bilərsiniz. Məsələn, güclü bir qasırğa zamanı öz canınızdan çox heyvanlarınızı düşünmək məcburiyyətindəsiz. İnsanlar tez-tez bir-biri ilə mübahisələrə girirlər. Yad insanlara qarşı isə çox çəkingən davranırlar. Kənar birini gördükdə necə reaksiya verəcəklərini bilmirlər və adətən təəccüblənirlər, çünki uzun illərdir tək qalıblar. Elə çox da uzaq keçmişdə yox, cəmi 20 il əvvəl nə smartfonlar var idi, nə də yüksək keyfiyyətli kameralar. Dünyanı gəzənlərin sayı da bu qədər çox değildi və insanlar heç kim tərəfindən ziyarət edilmirdi. Buna görə də əgər Nepalın dağ düşərgələrinə getməyi planlaşdırırsınızsa, hər şeyə hazır olmalısınız. Kimin foto şəklini çəkmək istəsəz, əksəriyyəti bunu istəmir və narahat olur. Yox, əgər bu insanlar pul qazanırmı deyə düşünürsünüzsə, Nepal kəndliləri də özlərinə görə dolanışıq yolları tapıblar. Onlar yaşadıkları meşələrdəki ağacları kəsir, bu ağacların gövdələrini müxtəlif alətlərlə yonaraq formaya salırlar. Hazırladıkları bu əl işlərini Nepalın şəhərlərində satırlar. Qazandıkları pulla isə tütün, un və tərəvəz kimi gündəlik ehtiyaclarını alırlar. Nepalın digər dağ bölgələrində yaşayan xalq isə arıların hündür qayalıqlarda hazırladığı balları izləyir və qayalıqdan altındakı pətəklərə doğru olduqca təhlükəli gedişlər edirlər. Elə olur ki, kiçik bir səhv onların həyatına baxa-başa gəlir. Yəni kimsə Nepala sərmayə qoymaq istəsə, bu ölkədə edə bilməyəcəyi şey demək olar ki, yoxdur. Təbiətin məhsulları olduqca keyfiyyətlidir, amma qiyməti ucuzdur. Uşaqlar isə nisbətən daha günahsız və mehribandılar, lakin onlar geyimləri belə yoxdur. Əslində Nepalın dağ həyatında geyinmək deyilən anlayış tam olaraq yoxdur. Uşaqlar və kişilər adətən sadə bir parça ilə örtünürlər, yetkin qadınlar isə nisbətən daha örtülü geyinirlər. Onların demək olar ki, heç birinin ayağında ayaqqabı və ya şəpit yoxdur. Hamısı yalın ayaqla gəzir. Hətta yüklərini daşımaq üçün heyvanları da çox zaman olmur. Belə, video haqqında fikirlərinizi və məndən hansı ölkələrdən danışmağımı istədiyinizi şərh bölməsində paylaşmağı unutmayın. Dünyanı birlikdə kəşf edəcəyik. Bu səbəbdən yeni videolarımı qaçırmamaq üçün kanalıma abunə olun. Növbəti videoda görüşənədək. Sağ olun.